Asan müraciət nədir, nə işə yarayır? Vətəndaş müraciətlərinin vahid bir sistemdən idarə edilməsini təmin edir. Əslixan, deyə vətəndaş cavabdan razı qalmadı. Neynəməlidir həmin adam? 908 çağrı mərkəzi həftə içi iş saatlarında daima aktivdir. Ötən il nə baş verdi? Nə qədər müraciət oldu? Mobil tətbiqdən istifadə edənlərin sayı da artıb. Dövlət-vətəndaş münasibətlərində nə dəyişə bildi? Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Asan müraciət nədir? Vətəndaşların işini necə asanlaşdırır? Müraciətlər ən çox nə ilə bağlı olur? Qəbuldasan da bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Müsahibim Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan müraciətlə iş sektorunun müdürü Əsli İbrahimlidir. Əsli xanım, salam, xoş gəlmişsiniz. Yenidən sizi studiyamızda xoş gördük. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Bizi izləyənləri salamlayıram. Əsli xanım, bir daha istəyərdim xatırladaq. Asan müraciət nədir, nə işə yarayır? Asan müraciət informasiya sistemi deyə bilərik ki, dövlət qurumlarımızla vətəndaşlar arasında vahid və şəffaf əlaqələndirici bir platformadır. Vətəndaş müraciətlərinin vahid bir sistemdən idarə edilməsini təmin edir. Sual ola bilər ki, hansı müraciətləri? Asan müraciət mobil tətbiqi vasitəsilə vətəndaşlarımız gündəlik həyatda qarşılaşdıqları kommunal yönümlü, infrastruktur yönümlü, həmçinin yol və nəqliyyat mövzularında məsələləri ilə bağlı müraciətlərini, eləcə də ekoloji balanslığın qorunması, yaşıllıqların qorunması ilə bağlı müraciətlərini mobil tətbiq vasitəsilə göndərə bilərlər. Ümumiyyətlə, müraciəti göndərmək çox sadədir. Vətəndaşlarımız əvvəla App Store və ya Google Play vasitəsilə asan müraciət mobil tətbiqini yükləyir. Daha sonra problemi olduğu yerdən foto və ya video görüntüsünü çəkərək, həmçinin ehtiyac varsa qeydini də əlavə edərək bizə göndərə bilərlər. Onu xüsusilə vurğulamaq istəyirəm ki, artıq vətəndaşımız bu tətbiq vasitəsilə müraciəti hara və necə göndərməyin yollarını axtarmır. Bir sistem vasitəsilə müraciət edir və prosesi izləyir, hətta sonunda qiymətləndirir. Yəni, bu mobil tətbiq vətəndaşlarımıza həm rahatlıqdır, həm də vaxtına qənaətdir. Deməli, belədir də, əziz dinləyicilər və izləyicilər, siz çölə çıxırsınız, hər hansısa bir problem var. Məsələn, işıqfor işləmir, bu sistemə aiddir. Siz bilmirsiniz, hansı quruma müraciət eləmək lazımdır, kimə demək lazımdır. Dərhal asan müraciət mobil tətbiqini açırsınız, fotosunu çəkib göndərirsiniz, aidiyyatı quruma yönləndirilir və məsələ qısa bir zamanda həll olunur. Doğrudurmu Əsli xanım? Bəli, tamamilə haqlısınız. Bəs vətəndaş bu prosesi necə izləyə bilir? Müraciət etdi və məsələnin həllini necə izləyə bilir? Ümumiyyətlə, müraciət sistemə daxil olandan sonra bir iş gün ərzində sistemin əməkdaşları tərəfindən müraciətlər təhlil olunur və aidiyyatı quruma yönləndirilir. Əslində, sizin vurğuladığınız kimi müraciətlər təbii ki, spesifik ola bilər. Ona görə də bundan sonraki mərhələdə əsas öhdəlik aidiyyatı qurumun üzərinə düşür. Müraciət daxil olduqdan sonra aidiyyatı qurum problemin mövcud olduğu yerə mütəxəssis işçi qrupu yönləndirir, problem araşdırılır və məsələ ilə bağlı müəyyən bir qərar qəbul edilir. Ya müraciətdəki məsələnin həlli uyğun hesab edilir, məqsədə müvafiq hesab edilir və həll edilir. Bununla bağlı vətəndaşımıza icranın nəticəsi ilə bağlı fotoşəkil yerləşdirilir mobil tətbiqinə və vətəndaşımız buradan nəticəni görə bilir, həm də qiymətləndirə bilir. Və ya ikinci halda isə müraciətdəki məsələnin həmin vaxt üçün həlli məqsədə müvafiq hesab edilməyə bilər aidiyyatı qurum tərəfindən və ya həmin məsələnin həlli üçün iri planlamalar, layihələndirmələr tələb oluna bilər. Bununla bağlı aidiyyatı qurum əlbəttə ki, məsələnin daha gələcək zamanda həlli üçün müvafiq addımlar atır. Aidiyyatı qurumlara rəsmi müraciətlər edə bilər və ya müvafiq siyahıya alınma edə bilər. Amma istənilən halda, hər iki halda da vətəndaşlarımıza əsaslandırılmış izah təqdim olunur, cavab təqdim olunur və vətəndaşımız da bu cavablarla mobil tətbiq vasitəsilə tanış ola bilir. Əsli xanım, deyə vətəndaş cavabdan razı qalmadı. Neynəməlidir həmin adam? Əlbəttə ki, hər bir vətəndaşımızın təkrar müraciət etməkdə hüququ vardır.
Əgər həmin müraciətin nəticəsi ilə bağlı vətəndaşımız narazıdırsa və yaxud da əlavə qeydi varsa, əvvəla müraciətin yekununda qeyd etdiyim kimi müraciəti qiymətləndirə bilir. Təkcə narazı olduğunda deyil, razı olduğunda da müraciətlə bağlı rəyini qeyd edə bilər. Bundan əlavə təkrar müraciət etmək təbii ki, mobil tətbiq vasitəsilə mümkündür. Bundan da əlavə mən vurğulamaq istəyirəm ki, Asan Müraciət İnformasiya Sisteminin 908 çağrı mərkəzi həftə içi iş saatlarında daima aktivdir. Vətəndaşlarımız hər hansısa bir sual yaranarsa, Asan Müraciət İnformasiya Sisteminin fəaliyyəti ilə bağlı həm müraciətlərin gedişatı, həm nəticəsi ilə bağlı, həmçinin texniki məsələlərlə bağlı 908 çağrı mərkəzi ilə əlaqə yarada bilərlər. Bizim əməkdaşlarımız dərhal dəstək göstərməyə çalışacaqdır. Təşəkkür edirəm Əsli xanım. Xatırladım ki, Qəbuldasan efirdədir. Aparıcı mənəm İlqar Mehmanoğlu, qonağım Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan Müraciətlə iş sektorunun müdürü Əsli İbrahimlidir. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Müsahibim Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan Müraciətlə iş sektorunun müdürü Əsli İbrahimlidir. Əsli xanım, biz Asan müraciət barədə ətraflı məlumat verdik fasilədən əvvəl. İndi maraqlıdır statistik rəqəmlər. Ötən il nə baş verdi? Nə qədər müraciət oldu? 2025-ci il əslində Asan Müraciət İnformasiya Sistemi üçün müsbət dinamikalarla müşahidə olunub. Ötən il ərzində mobil tətbiqdən istifadə edənlərin sayı da artıb. Həmçinin daxil olan müraciətlərin sayında da kifayət qədər artım müşahidə edirik. Daxil olan müraciətlər daha çox yol infrastrukturu ilə bağlı olan müraciətlərdir. Bu yol asfalt örtüyünün bərpası, salınması və ya piyada infrastrukturu ilə bağlı müraciətlər də kifayət qədər çoxdur. Əslində bu daxil olmalar dövlət qurumlarımız üçün də onu qeyd etmək istəyirəm ki, yaxşı bir mənbədir. Problemlərin xəritəsini formalaşdırmaq üçün mənbə olaraq da istifadə oluna bilir. Hətta biri var adam, yəni özü resurs xərcləsin, problemi axtarsın arasın. Biri də var, onlar üçün bir mənbədə artıq bilirlər harada problem var, əməkdaşlarını yönləndirirlər həmin istiqamətə və problemi həll edirlər. Tamamilə doğrudur. Bu da data əsasında planlaşdırma və idarə etməyə əslində bir fürsət yaradır. Ötən ilin nəticələrindən qayıtsaq, ötən il ərzində qeyd etdiyimiz kimi müsbət dinamikanı biz bir çox istiqamətdə müşahidə etmişik. Həmçinin müraciətlərə baxılmasındakı operativliyin də artımını müşahidə edirik aidiyyatlı qurumlar tərəfindən. Keçən il ərzində daxil olan müraciətlərin 5413-ü aidiyyatlı qurumlara yönləndirilib və bu yönləndirilən müraciətlərin 91,7%-nin orta hesabla 30 gün müddətində icra olunduğunu görmək mümkündür və bu icra olunan müraciətlərin də 60%-ə yaxını real həllə çatmışdır. Statistika bizə bunu deyir və vətəndaş məmnunluğu göstəricilərində də biz artımı müşahidə edirik. Əlbəttə ki, hesab edirik ki, bu istiqamətdə daha da təkmilləşdirilmələrə ehtiyac var. Əsli xanım, bəs asan müraciət dövlət vətəndaş münasibətlərində nəyi dəyişə bildi? Çox yaxşı məqama toxundunuz. Asan xidmət, asan konsepsiyasının bütün elementləri kimi əslində hesab edirik ki, Asan Müraciət İnformasiya Sistemi də cəmiyyətimiz üçün yaxşı bir innovasiya oldu. Bu sistem bir sıra sahələrdə müsbət dəyişikliklər gətirə bilib, lakin əsas onu qeyd etmək lazımdır ki, artıq vətəndaşımız bu prosesdə tək deyil. Vətəndaş daha çox eşidildiyini hiss edə bilir. Çünki vətəndaşımızdan daxil olan müraciətlər, ələxüsus biz ictimai əhəmiyyətli müraciətlərdən danışırıq. Bu kontekstdə daxil olan müraciəti vətəndaşımızla birgə artıq izləyən bir komanda var. Bu müraciətin gedişatını izləyən və aidiyyatlı dövlət qurumlarının koordinasiyasını formalaşdıran və gücləndirən, bu istiqamətdə iş aparan bir belə deyək, mexanizm mövcuddur. Və belə olan halda da dövlət qurumları ilə vətəndaşlar arasında dialoq genişlənir, güclənir və təbii ki, ictimai etimadın da artırılmasına gətirib çıxardır. Əsli xanım, mən sizə işlərinizdə uğurlar arzulayıram. Vaxt ayırdığınıza görə müsahibəyə təşəkkür edirəm.
Mən təşəkkür edirəm. Fürsətdən istifadə edərək izləyicilərimizə səslənmək istəyirəm ki, Asan Müraciət mobil tətbiqini yükləsinlər və qarşılaşdıqları ictimai problemləri, məsələləri bizə yönləndirsinlər. Təşəkkürlər. Çox sağ olun. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim. İlqar Mehmanoğlu, qonağım Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan Müraciətlə iş sektorunun müdürü Əsli İbrahimli idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.